üçün izahına baxaq. Deməli, birinci sözlərimizin mənalarına baxırıq. Adoption, uyğunlaşma, inspire, ruhlandırmaq, rapid, cəld, sürətli deməkdir. Baxın, fast sözünü biz onsuz da əzbərdən bilirik. Rapidlə sinonimdir. 1, 3 olur, C bəndi. Adoption, qəbul etmə, uyğunlaşma. Accepting, receiving, eyni mənaları verir. B bəndi. Inspire də feel someone with confidence, kiməsə əminlik hissi aşılamaq, əminlik hissi vermək, yəni onu ruhlandırmaq. Bu da olur A bəndi. 1, B, 2, A, 3, C oldu bu bəndi. Baxırıq, emerge, peyda olmaq, concern, narahat olmaq, perceive də deməli anlamaq deyək, comprehend sözündən sinonimdir. Baxırıq, think of something in a particular way, elə bu comprehend, anlamaq, perceive, bunlar sinonimdirlər. Emerge, peyda olmaq, yəni become noun, concern də worry sözündən sinonimdir, narahat olmaq, bu da olur B bəndi. 1C, 2B, 3A, C, B, A eləyir B bəndi. 3-ə baxırıq, unimaginable, təsəvvür edilə bilməz deməkdir. Difficult to imagine, yəni təsəvvür edilməsi çətin olan bir şey. 1 olur C bəndi. Deny, inkar eləməkdir. Yəni say that something is not true. Demək ki, bir şey düzgün deyil. Bu da olur A bəndi. Ratify, təsdiqləməkdir. Make an agreement official. Deməli, rəsmi bir razılaşma etmək, yəni təsdiqləmək. Bu da olur B bəndi. C, A, B lazımdır bizə. O da olur Y bəndində. Keçirəm 4-ə. Treaty, müqavilə, considerably, sezilən, əhəmiyyətli dərəcədə, xeyli mənalarını verir. Income da gəlir deməkdir. Baxırıq, money that is earned from work. İşdən qazanılan bir pul. Bu nədir? Gəlir. C bəndi. Noticeable, sezilə bilən, large-də xeyli çox. Bu da olur B bəndi. Treaty-də müqavilə, agreement-nə sinonimdir A bəndi. A, B, C. Elədir A. 5-ə baxıram. Deməli, abuse sui-istifadədir. Yəni düzgün istifadə etməmək. Unemployment, işsizlik. Dreadful da qorxuducu, əziyyət verici, cansıxıcı, şok edici deməkdir. Baxırıq, causing fear, qorxu, şok və əziyyət çəkmə nə olacaq? Bu A bəndi. Sonra people who don't have a job, insanlar kim işi yoxdur, yəni işsizlər, B bəndi. Unemployment, use for a bad or wrong purpose, yəni səhv bir məqsəd üçün istifadə etmək. Pis və səhv məqsəd üçün istifadə etmək, yəni abuse, sui-istifadədir bu da. C bəndi, cıba. Cıba da olur C-də. 6-ya baxıram. Again, yenidən baxaq. One more time, A bəndi. Ancient, qədim, old times, B bəndi. Artificial da sünidir, not natural. Yəni təbii olmayan, bu da C bəndi. Deməli, bunu biz həmişə natural deyirik, natural, təbii deməkdir, amma artificial, süni deməkdir. 1-də A, 2-də B, 3-də C bəndi. Bu da olur D bəndi. 6 getdi. 7-yə baxıram. Flight, uçuş, fragile, kövrək deməkdir. Tez sınan, kövrək, insanlar üçün də gedir bu. Frequent də tez-tez. Baxaq, happening or doing something often. Baxın, bir şeyin tez-tez baş verməsi və edilməsi. Bu olur frequent, 3A. Journey made by air, hava tərəfindən edilən səyahət. Bu olur uçuş, B bəndi. Very delicate, delicate elə mülayim deməkdir. Yəni easily broken, asanlıqla sınan, kövrək. Elə bu da C bəndidir. Baxırıq, bıca, o da olur D bəndində. Garbage, zibil deməkdir, salmayan isimdir. Ground, torpaq, yer, damp də nəm deməkdir. Baxın, wetlə sinonimdir. Bu oldu C bəndi. Ground da solid surface, yəni yumşaq yer səthi. Belə deyək, öz yer kürəsidir. Yəni yer kürəsinin yumşaq səthinə torpaq deyilir. A bəndi. Garbage də deməli, waste food, tullantımız olan food paper that you throw away. Sənin kənara atdığın kağız və qida tullantısına da zibil deyilir. B bəndi. Bads. D-dadır. 9-cu testə baxıram. 9-da. Demand, təklifdir, bizə dəqiqə, tələb deyilir. Tələb, hazır, təhlükə, eternal da əbədi deməkdir. Baxırıq, baxın, burada bir söz var, request, tələb sözü, demand sözündən sinonimdir. C bəndi. Hazır, təhlükə, danger sözü lazımdır. Dangerous, A bəndi. Eternal da əbədi. Existing or continuing forever. Yəni əbədi olaraq davam edən və exist, mövcud olan. Bu da B bəndi. C, A, B. Cab. A bəndi. 13-yə baxırıq. Lack, əksiklik deməkdir. Bax, absence of something, nəyinsə yoxluğu. Bu oldu bu. Lack özdə of söz önündən işlənir. Treatment, agreement, müqavilə deməkdir. Agreement sözü varmı? Yoxdur. Treatment, bir dəqiqə mən qata bilərəm. Treatment eyni zamanda da müalicədir. Baxın, the use of drugs and cure.
Müalicə və dərmanların istifadəsi. Drug dərman deməkdir. Bu olur C. Incidence də bu da olur A bəndi. B, C, A. Bu C bəndi. Hardadır? B bəndindədir. Poverty kasıblığı, consequence nəticədir. Result nəticə. Baxın elə var burada. Deməli 2B-dir. Crucial da vacib, important sinonimidir. Baxın important. Bu da olur A bəndi. Poverty də poor, kasıb. C bəndi. Cıba. A bəndi. 12-yə keçirik. Prediction övəlcədən məlumat verməkdir. Xüsusən də hava məlumatında filan istifadə olunur. Mind blowing ağıl başdan alıcı. Commit-də törətmək mənası da var. Baxaq burada necə istifadə olunubdur. Deməli, extremely exciting or surprising. Hədsiz dərəcə təəccübləndirici və həyəcan verici. Bu olur mind blowing. 2 A bəndidir. Statement about future. Gələcəklə bağlı olan bəyanat. 1 C bəndidir. Nə qaldı? Promise to give yourself your time. Sənin özünə verdiyin zaman və vəd. Buna da commit deyirik. B bəndi. C, A, B. Job. Hardadır? D bəndindədir. 13-ə baxırıq. Exclude xaric eləməkdir, amma include daxil etməkdir. Despite rəğmən baxmayaraq, bax, in spite of-dan sinonimdir. Bunlar bacı qardaşdırlar. C bəndi. Fulfill də yerinə yetirməkdir. Carry out da yerinə yetirməkdir. Ona görə 3 olur A bəndi. Prevent from entering a place. Bir yerə daxil olmağın qarşısını almaq. Bu da prevent from-dur. Exclude, yəni xaric eləmək nə isə bu. Bu C. Bu C hardadır? C bəndindədir. Deməli, burada bir şey yadda saxlayırıq biz. Prevent from söz önündən işlənir. Yaxşı? Və söz önündən sonra gələn ing-yə biz gerund deyirik. Carry out da həyata keçirmək oldu. Yerinə yetirmək, həyata keçirmək. 14-ə baxırıq. Pacify sakitləşdirmək mənasını verir. Baxaq, calm, quiet olur A bəndi. Undernourished, yəni yeməyən. Not eating, qidalanmayan. Not eating enough food. Kifayət qədər yemək yeməmə. Bu da olur C bəndi. Proportion da porsiyadır. Part or share of the whole. Bütövün bir parçası və hissəsi. Bu da olur B bəndi. A, C, B. A, C, B nədədir? Y bəndindədir. 15-ə baxırıq. Commitment deməli. Sonra var. Exceed və fabulous. Bu çıxışdır. Bu sözü bilirik biz. Way out. Baxın, çıxış. A bəndi. Fabulous, extremely good, hədsiz dərəcədə yaxşı, möhtəşəm deməkdir C bəndi. Bu da qaldı B bəndi. Commitment də firm decision to do something. Nə isə etmək üçün olan qəti bir qərara deyilir. Yəni, belə deyək, 1-də oldu B, 2-də oldu A, 3-də oldu C. B, A, C. 16-ya baxıram. 16-da salary maaş deməkdir. Task tapşırıq, sıcıltı həyəcanlı. Baxırıq, salary maaş, money. Sənin işdən aldığın money, pul. C bəndi. Task tapşırıq. Piece work that somebody has to do. Bir kəsin etməli olduğu iş parçası. B bəndi. Thrilled da very excited. Çox heyecanlı. A bəndi. Cıba. Oldu. C bəndi. Self savun, text vergi, plain sadə deməkdir. Baxırıq. Is for washing something. Nəyəsə yuyursansa bu sabundur. Text vergi. Hökumətə ödədiyin money, pul. Bu da olur B bəndi. Plain də sadə. Easy to see or understand. Yəni asanlıqla görülən və başa düşülən. Bu da olur C bəndi. A, B, C bəndi. Bu da oldu C bəndi. 18-ci testimizə baxırıq. Loan kredit deməkdir. Loyal, sadiq, naughty, dəcəl. Deməli, money that bank lends you. Bankın sənə borc verdiyi pula deyirsən, kredit. Bu oldu B. Loyal, faithful, sadiq sözüdür. A bəndi. Naughty də dəcəl, behaving badly, pis davranan C bəndi. B, A, C. 19-a baxıram. 19-cu tekstdə obstacle, maniyə, ban, qadağan eləmək, bank də o qışqıranda çıxan səs. Baxırıq nəyə? Sudden loud noise, bu elə bankdir. Official or a large prohibition, bu olur rəsmi olaraq nəyinsə qadağa olunması. Things that blocks one's way, bir kəsin yolunu blok eləyən bir şey, yəni bu da maniyə, B bəndi. B, C, A, bu C. C bəndi. 20-də immense, uçsuz bucaqsız deməkdir. Baxın, extremely large or great. Hədsiz dərəcədə böyük və möhtəşəm. C bəndi. Leadership, liderlikdir. Liderdən elə tuturuq. B bəndi. Marvelous da wonderful sözündən, extremely good-la sinonimdir. Bu da olur A bəndi. Oldu cıba. Cıba da hardadır? C bəndindədir.